Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ves salatu vesselamu ala rasulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahu qawli amma ba'd. Demək dünən dediyimiz kimi Allah azza və cəllə nəsib edərsə Ramazan boyu İbn Cevzi Rahimahullahın Saydul Xadir kitabını oxumağa davam edəcəyik. Dediyi ki, müəllifin qısa xatırlatma olsun, bu kitabı yazma səbəblərindən biri zaman-zaman ağlına gələn faydalı düşüncələri qoruyub saxlamaqdır. Və dedi ki, kitab müəyyən bir mövzu üzərində yazılmayıb, yəni bir neçə qarışıq mövzudan ibarətdir. Mövzuların genəli də imanı artıran, əxlaqa, qəlbə təsir edən mövzulardır. Və dedi ki, Allah azza və cəllə nəsib edərsə hər gün bir fəsil götürüb, onun üzərində tədəbbür edib, oradan fayda almağa çalışacaq. Müəllif növbəti fəsildə buyurur ki, Ən-nəfsu beynə cəvazibid dunya və cəvazibil əxirə. Bu fəslə belə başlıq vermişdi. İnsanın nəfsi dünyanın cazibədarlığı ilə axirətin cazibədarlığı arasındadır. Yəni, dünyanın cəzb edənləri ilə axirətin cəzb edənləri arasındadır. Nə demək istəyir müəllif? Müəllif buyurur ki, cəvazibu təb'i ilə dunya kəsirə. Sümmə hiyə min daxil. Və zikrul əxirətə əmru xaricun anil təb'i və huva min xaric. Müəllif buyurur ki, insanın təbiətini dünyaya yönəldən şeylər, yəni dünyaya cəzb edən şeylər çoxdur. Və bu insanın daxilindəndir. Amma axirəti zikr etmək, axirəti xatırlamaq bu insanın təbiətindən deyil, yəni bu xaricdə olan bir şeydir. Çünki insanın nəfsində onun yaradılış qayəsinə uyğun olaraq dünyanın neymətlərinə, Allah azza və cəllənin onun üçün yaratdığı şeylərə daha çox hərisliyi var, nəinki axirət. Çünki rahatlıq, neymət, şəhvət, gözəllik, bu kimi şeylər insanın təbiətinə qoyulmuş şeylərdir. Amma axirəti xatırlamaq, bu insanın xaricində olan bir şeydir. Yəni, bu insan daxilində deyil. Ona görə dünyanın, yəni insanın təbiətini dünyanın cəzb etməsi daha rahatdır. Çünki içindən də buna bir təşviq var. Çünki insanın içindən də buna bir dəstək var. Amma axirətin bizi cəzb etməsi o qədər asan deyil. Çünki axirətin bizi cəzb etməsi bizim daxilimizdən olan bir şey deyil. Qıraqdan, xaricdən olan bir şeydir. Ona görə dolayısıyla bu daha çətin olur. Müəllif buyurur ki, وَرُبَّمَا ظَنَّ مَنْ لَا عِلْمَ لَهُ أَنَّ جَوَازِبَ الْآخِرَةِ أَقْوَى لِمَا يَسْمَعُ مِنَ الْوَعِيدِ فِي الْقُرْآنِ. Deyir, elmsiz biri zənn edə bilər ki, Quranda eşitdikləri təhdiddən dolayı axirətin cəzb etməsi daha qüvvətlidir. Çünki insan fikirləşir ki, dünyanın cəzb etməsi nə qədər ola bilər ki? Pul, maşın, var dövlət, ailə, uşaq, qadınlar, axirətin cazibəsi daha böyükdür. Allah azza və cəllə cənnətdən danışır, cəhənnəmdən danışır. Elə zənn edə bilər ki, elmsiz biri axirətin əslində cəzb etməsi daha güclüdür. Müəllif buyurur ki, "Leysə kəzəlik." Bu cür deyil. لأن مثل التبع في ميله إلى الدنيا كماء الجاري فإنه يطلب الهبوط وإنما رفعه إلى فوق يحتاج إلى التكلف. Çünki deyir, insanın təbiətinin dünyaya meyl etməsi misalı nəyə bənzəyir? Axan suyun misalı bənzəyir müəllif. Deyir, çünki axan su nə istəyir? Axan su həmişədir aşağıya doğru axmaq istəyir. Yəni biz bu gün bir səhifə suyu töksək, o su harda meyilli, harda aşağı istiqamət varsa, oraya axıb gedəcək. Bax, burada müəllif gözəl bir misal verir və insanın təbiətini, o dünyaya meyl etməsini həmən o suyun aşağıya meyl etməsinə bənzədir. Necə ki, suyun daim bir müstəvidə qalmaması, aşağı olan yer varsa, oraya meyl etməsi rahatdırsa, daimidirsə, eləcə də insanın təbiətinin, insanın nəfsinin dünyaya meyl etməsi bu cürdür. Yaxşı, səbəb nədir qardaş burada? Çünki necə ki, suyun aşağı meyl etməsi onun üçün asandır, rahatdır, eləcə də insanın dünyaya meyl etməsi o nəfsinə xoş gəlir, rahatdır. Tənbəllik, yemək, içmək, yatmaq, əziyyət çəkməmək, xərcləmək, bunlar hamısı nədir? Bunlar hamısı asandır, rahat bir şeylərdir və o nəfsin təbiətinə də uyğundur, insanın yaradılışına uyğundur. Və müəllif deyir ki, və deyir, belə olduqda da həmən necə ki, onun yuxarıya qaldırması üçün əziyyətə qatlanmaq lazımdır. Biraz əziyyət çəkmək, yəni bir çətinlik çəkmək lazımdır. Necə ki, bir suyu üzü yuxarı qaldırmaq üçün bir əziyyət çəkmək lazımdır. İstər bir vasitə ilə, istər onu bir şeylə itələyərək, hər bir nə ilənsə, insan bir suyu aşağıdan yuxarı qaldırmaq üçün ortaya bir çaba qoymalıdır. Eləcə də insan dünyanın cazibəsindən qorunub, onu daha yuxarı olan qaldıra bilmək üçün əziyyət çəkməlidir. Çünki biz bunu başlı başına buraxsaq, su başlı başına buraxılanda
necə aşağı meyl edəcəksə, biz də bu təbiətimizi, bu nəfsimizi başlı başına buraxsaq, eləcə aşağı olana, yəni dünyaya meyl etdirəcək. Onun dalınca gedəcək. Artıq burada bizə nə lazımdır? Burada bizə əli daşın altına qoymaq lazımdır. Əziyyət çəkmək lazımdır. Əziyyətə qatlanmaq lazımdır. Yəni bir çaba qoymaq lazımdır ki, onu aşağı getməyə qoymayaq. Yuxarı qaldıraq. Və müəllif deyir ki: "Və-lihəzə əcəbə muavin şər'i bit-tərğib və-tərhib liyaqva cundul aql." Və buna görə də Allah Azza və Cəllə rəhmətindəndir ki, şəriət təhdid etmə və həmçinin təşviq etməklə gəlmişdir. Ta ki ağlın ordusu güclənsin deyə. Yəni şəriət bu barədə bizi boşlu-boşuna buraxmamışdır. Şəriət bilir ki, yəni Allah Azza və Cəllə yaratdığı qula bələddir. Əgər qul bu halda başlı başına buraxılsa, gələn toplumun halı nədir? Aşağı doğru meyilləri gedəcək. Ona görə Allah Azza və Cəllə həm qorxutma, həm də təşviq etməklə gəlmişdir. Necə ki Allah Subhanahu taala peyğəmbərlərin dilində nə dedi? Biz peyğəmbərlər üçün biz onları müjdələyici və qorxucu olaraq göndərdik. Peyğəmbərlər həm cənnətlə müjdələdilər, həm də Allahın əzabı ilə, həm də cəhənnəm ilə qorxmağa başladılar. Çünki ağıl bu yöndən işləyir. Ağıllı bir insan nə fikirləşir? Peyğəmbər gəlir, ona deyir ki, bu halda ölsən cəhənnəm var. Ağıl ortaya girir, qorxur. Həmçinin peyğəmbər ona cənnət nemətlərini müjdələyəndə ağıl yenə devrəyə girir. Deyir, subhanallah, əbədi nemət, ən gözəli, ən kamili nə var bu dünyada? O əbədi olandır, ən gözəl olandır. Bu müvəqqəti olanıdır və ən alçaq olanıdır. Və ağıl sahibi insan nə edir? Artıq qiyas etməyə başlayır. Və əbədi olanı, müvəqqəti olanı dəyişməməyə qərar verir. Onun üçün müəllif deyir ki, Allah Azza və Cəllə bunlarla gəldi ki, bizə ta ki ağılın ordusu güclənsin. Yəni ağıl başlı boşuna qalmasın. Allah Azza və Cəllə bu ağılı buna görə bizə verib. Və fikir versəniz, Allah Azza və Cəllə öz kitabında daim ağıl sahiblərinin ibrət almasını istəyir. İstəyir cəhənnəm barədə, istəyir də cənnət barədə. Və müəllif deyir ki, وَأَمَّا تَبْعُ فَجَوَازِبُهُ كَثِيرًا وَلَيْسَ الْعَجَبُ أَنْ يَغْلِبْ إِنَّمَا الْعَجَبُ أَنْ يُغْلَبْ. Dedik ki, təbiətin, yəni cəzb edənləri, insan təbiətini, insanın fitrətini cəzb edən şeylər çoxdur. Yəni ətrafımızda, istər daxildən bizim nəfsimiz, yaradılış qayəmiz, istərsə də xaricdən olan təsirlər bunlar çoxdur. Və müəllif sonluğu gözəl bir cümlə ilə bağlayır. Deyir, təəccüblü olan o həmən o cazibədarlığı çox olan dünyanın bizə qalib gəlməsi deyil. Təəccüblü olan o dünyaya qalib gəlilməsidir. Yəni bunun üzərində tədəbbür etsək, genel insanların müəllif demək istəyir ki, halı budur. Yəni sən təəccüblənmə ki, bir nəfər dünyaya qalib gəldi. Sən təəccüblənmə ki, bir nəfər nəfsin dalınca getdi. Zaten bu normaldır. Yəni əksəriyyət insanın bu barədə halı budur. Dünyanın cazibələri çoxdur, güclüdür. Burada da iman azdır, elm azdır, əməl azdır, zəifdir. Belə adamın, yəni dünyanın cazibəsinin dalınca getməsi qayət normaldır. Və təbiəti də buna uyğundur. Sən buna təəccüblənmə deyir. Sən nəyə təəccüblən? O dünyanın cazibəsində qalib gələn adama təəccüblən. Şeyxülislam İbn Teymiyyə rahiməhullahın gözəl bir sözü var. Deyir, önəmli olan insanların iman gətirməsi deyil. Önəmli olan insanların İslam üzrə bilməsidir. Bilmək lazımdır ki, əziz müsəlmanlar, Allah Azza və Cəllə Yusuf surəsi 50-ci ayədə buyurur ki: "İnnən nəfsə ləəmməratun bis-su." Həqiqətən nəfs ancaq pisliyə əmr edir. Ona görə biz də müəllifin bu nəsihətlərindən faydalanmağa çalışaraq nəfsimizi başboş buraxmamağa çalışacağıq. Biz onu başboş buraxdıqca bayaq misalını verdiyimiz suyun yuxarıdan aşağıya axdığı kimi bizi yuxarı olandan, yüksək olandan daha alçaq olana doğru bizi aparacaq və bir də alacaq ki, artıq işdən keçmiş olur. Allah Azza və Cəllədən istəyirik ki, Allah Subhanahu taala axirətin cazibədarlığını bizim üçün qəlbimizdə daha da artırsın. Allah Azza və Cəllədən istəyirik ki, o dünyanın cəzb etməsini, nəfsimizdəki o dünyaya meyilli bizim üçün azaltsın. Allah Azza və Cəllə axirəti bizə qazandıracaq əməlləri bizə asanlaşdırsın. Allah Azza və Cəllə istəyirəm ki, Allah Azza və Cəllə məni də sizi də oxuduqlarımızdan faydalanan və oxuduqlarına əməl edən qullarını eləsin. Allahumma amin, Allahumma amin, Allahumma amin. Subhanəkə Allahumma bihamdik. Əşhədu an la ilahə illə ənt. Əstəğfiruka və ətubu ileyk.